Həyatda elə anlar olur ki, insan əllərini səmaya qaldırır və yalvarır. Allahım, mənə kömək et. Allahım, mənə ruzi ver. Allahım, bu işimi düzəlt. Dua edir, gözləyir. Dua edir, gözləyir. Amma sanki heç nə dəyişmir. Qapılar yenə bağlıdır, cib yenə boşdur, dərd yenə eynidir. Və o an şeytan insanın qəlbinə şübhə toxumunu atır. Gördünmü, duan qəbul olmadı, Allah səni eşitmir. Bəs həqiqətən belədirmi? Yoxsa biz duanın qaydasını səhv bilirik? Biz elə zənn edirik ki, dua etmək oturub göydən qızıl səbətinin enməsini gözləməkdir. Biz elə zənn edirik ki, iman heç nə etmədən Allah kərimdir deməkdir. Xeyr, əziz dostum, bu iman deyil, bu qəflətdir. Allah tənbəli sevməz. Allah sadəcə dilini tərpədib, qolunu tərpətməyən quluna kömək etməz. Bugün, bu böyük söhbətimizdə çox vacib bir sirri öyrənəcəyik. Təvəkkül nədir? Həqiqi dua necə olmalıdır? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm dəvəni bağla deyərkən nəyi nəzərdə tuturdu? Və İmam Əli aleyhissalam niyə işləməyən abidə yox, işləyən insana dəyər verirdi? Gəlin, İslam tarixinin ən ibrətamiz hadisələrindən birinə səyahət edək. Bir gün bir bədəvi, səhra ərəbi, Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin məscidinə gəlir. Dəvəsini məscidin qapısında başlı başına buraxır və içəri girir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm ondan soruşur, dəvəni neynədin? Adam cavab verir, ya Rəsulallah, onu başlı başına buraxdım və Allaha təvəkkül etdim. Allah onu qoruyar. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin cavabı bugün milyonlarla insanın həyat şüarı olmalıdır. O buyurur, xeyr, əvvəl dəvəni bağla, sonra Allaha təvəkkül et. Baxın, sir buradadır. Allah dəvəni qoruya bilməzmi? Əlbəttə qoruya bilər. O hər şeyə qadirdir. Amma Allahın yer üzündə qoyduğu qanunlar var. Səbəb, nəticə qanunu. Sən ipi bağlamalısan, yəni tədbir görməlisən. Düyünü vurmalısan, yəni zəhmət çəkməlisən. Yalnız bundan sonra, Allahım, mən əlimdən gələni etdim, indi sənə əmanət edirəm, deyə bilərsən. İpi bağlamadan edilən dua Allaha qarşı hörmətsizlikdir. Bu Allahı sınağa çəkməkdir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bir başqa hədisində buyurur. Əgər siz Allaha haqqı ilə təvəkkül etsəniz, o quşları ruziləndirdiyi kimi sizi də ruziləndirər. İnsanlar bu hədisin yalnız bu hissəsini oxuyurlar. Amma davamı var. Davamı çox önəmlidir. O quşlar ki, səhər yuvalarından ac çıxarlar, axşam tox qaydarlar. Diqqət edin, quş yuvasında oturub gözləmir. Quş Allah rəzzaqdır deyib budaqda yatmır. O səhər tezdən çıxır, uçur, axtarır, cəhd edir. Hərəkət edənə Allah bərəkət verir. Sən evdə oturub iş yoxdur deyirsənsə, müştəri gəlmir deyirsənsə, quşlardan dərs almalısan. Allah ruzini verir, amma onu gedib götürməyi səndən istəyir. İndi isə gəlin elmin qapısı, zəhmətkeşliyin simvolu Həzrəti Əlinin hüzuruna gedək. İmam Əli aleyhissalam özü ən böyük abid, yəni ibadət edən idi. Amma eyni zamanda ən çox işləyən insan idi. O öz əlləri ilə quyular qazar, xurma bağları salardı. İmam Əli aleyhissalam buyurur, əməl etmədən dua edən şəxs yaysız ox atan kimsəyə bənzər. Təsəvvür edin, döyüş meydanındasınız. Əlinizdə ox var, amma yayınız, yəni kamanınız yoxdur. O oxu hədəfə ata bilərsinizmi? Mümkün deyil. Sadəcə əlinizdə tutub durarsınız. İmam Əli aleyhissalam deyir ki, sənin duan oxundur, amma sənin əməlin, yəni zəhmətin yayındır. Yayın nə qədər gərgindirsə, yəni zəhmətin nə qədər çoxdursa, duan o qədər uzağa və dəqiq gedər. Yaysız dua sadəcə dodaq tərpətməkdir. Bəzi insanlar deyir, dünya boşdur, ancaq axirət üçün çalışaq, ruzini Allah verər. İmam Əli aleyhissalam bu düşüncəni kökündən rədd edir. O buyurur, elə çalış ki, sanki heç ölməyəcəksən, yəni dünya üçün və elə ibadət et ki, sanki sabah öləcəksən, yəni axirət üçün. Bu, mükəmməl tarazlıqdır. Mömin insan aciz, fəqir, başqasına möhtac olan insan deyil.
Mömin, çalışqan, qazanan, verən əl olandır. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, verən əl alan əldən üstündür. Sən çalışmalısan, qazanmalısan ki, başqalarına kömək edə biləsən. Sadəcə dua edib oturan insan cəmiyyətin yüküdür. İslam bunu qəbul etmir. Yaxşı, bəs biz çalışdıq, çabaladıq, dua etdik, amma nəticə yenə istədiyimiz kimi olmadı. O zaman nə edək? Bax, burada iman dövrüyə girir. Bizim vəzifəmiz səfərə çıxmaqdır, zəfər isə Allahdandır. Bizim vəzifəmiz toxumu əkmək və sulamaqdır, onu cücərtmək Allahın işidir. Sən əlindən gələni etdinmi? Vicdanın rahatdırmı? O zaman nəticəyə üzülmə. Bəlkə Allah sənin üçün daha xeyirlisini hazırlayıb. Bəlkə o qapı ona görə açılmadı ki, arxasında uçurum var idi. Burada İmam Əlinin o möhtəşəm sözünü xatırlayaq. İstədiyin bir şey olarsa bir xeyir var, olmazsa min xeyir var. Çalış, dua et və nəticəni Rəbbinin hikmətinə burax. Buna rəza məqamı deyirlər. İndi isə gəl ruhumuzu tənbəllikdən və ümidsizlikdən təmizləyək. Səndən xahiş edirəm, gözlərini yum, özünü bir tarlada təsəvvür et. Əlində toxumlar var, bunlar sənin arzularındır. Sən o toxumları torpağa əkirsən, tərin axır, yorulursan, yəni sənin zəhmətindir. Sonra əllərini açıb yağış üçün dua edirsən. İndi mənimlə birlikdə qəlbinin dərinliyindən bu zikirləri təkrar et. Bismillahilləzi la yadurru, yəni Allahın adıyla başlayıram, mən hərəkətə keçirəm. La havlə və la quvvətə illə billah, yəni güc və qüvvət yalnız Allahdandır. Mən zəhmət çəkirəm, gücü sən verirsən Allahım. Hasbunallahu və ni'məl vəkil, yəni Allah mənə bəsdir. Mən işimi gördüm, nəticəni vəkilimə tapşırdım. Ya Rəzzaq, ya Fəttah, yəni ey ruzi verən, ey qapıları açan, mən qapını döyürəm, sən aç. Elhamdülillahi ələ kulli hal, yəni hər halıma şükürlər olsun. Verdiyinə də şükür, vermədiyinə də şükür. Görəcəksən ki, hərəkətə keçdiyin an Allahın bərəkəti səninlə olacaq. Allah oturanları yox, yolda olanları sevir. Əgər bu video səni hərəkətə keçirdisə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək ol. Kanalımıza abunə ol və rəy bölməsində mən hərəkətə keçdim yaz. Bu sənin Allaha verdiyin söz olsun. Yolunuz açıq, qazancınız bol, duanız qəbul olsun. Hələlik, Allah amanında.